Sonra ayənin ardıcı oxuyur ki, Allah buyurur ki, sizin Allaha çatdırdığınız yalnız təqvanızdır. Yəni, baxaq görək, bayaq dediyiniz kimi, biz qurban kəsəndə ayrı seçkilik edilmi onu paylayanda? Yəni, qurbanlıq, yenə də qeyd etdiyimiz kimi, insanlıq üçündür, insaniyyət üçündür və insanın kamilliyi üçündür. Hətta bir hədis-i şəriflərdə də var, Əhl-i Beyt imamlarından deyir ki, maşallah, gör nə qədər hacı var orada. İmam cavab verir ki, ərəb dilindəki əksəruhum zəcic, əqəlluhum həcic. İmam demək istəyir ki, onların fırlanı düzdür, dövr eləyirlər, tavaf eləyirlər, o əməlləri yerinə yetirirlər. Sadəcə bu dəqiqə onlardan çıxan yalnız boş səsdir. Onların əksəriyyəti yalnız boş səs çıxarırlar. Əqəlluhum həcic. Onların çox az hissəsi hacı sayılacaq. Yəni, bu da o deməkdir ki, yəni, Kəbə evinə getmək də müsəlmanlığın kamil nöqtəsi deyil. Kamil müsəlman özünü dərk etməlidir, Allahını dərk etməlidir.